Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Pənah Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məhkəmənin hökmü ilə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə ona 1 il müddəti azadlıqdan məhrum etmə cəzası təyin edilib. İttihama görə hadisə ötən il Bərdə rayonunun Kətəlparaq kəndində yerləşən kafelerin birində baş verib. Belə ki, Pənah Əkbərli sərxoş vəziyyətdə kafeyə gələrək həyatda tanışı zərər çəkmiş Talih Məcidovla görüşüb. Onlar arasında əvvəllər 3-cü şəxsə faizlə verilmiş boş pulun geri qaytarılmaması ilə bağlı mübahisə yaranıb. Cinayət işinin materiallarına əsasən zərər çəkmiş şəxs təqsirləndiriləni borcun qaytarılmamasında günahlandırıb. Ünvanından alay ifadələr işlədib. Daha sonra isə yumruq və təpik vurub. Mübahisənin gərginləşməsi zamanı Pənah üzərində gəzdirdiyi kəsici deşici alətlə Talihin qarnına zərbə vurub. Təqsirləndirilən şəxs bildirib ki, hadisədən dərhal sonra ətrafdakı şəxslərə zərər çəkmişi xəstəxanaya aparmağı tapşırıb. O həmçinin qeyd edib ki, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Bir qolu tam işlək vəziyyətdə deyil. Məhz bu səbəbdən qarşı tərəfin fiziki üstünlüyündən ehtiyat edərək bıçaqdan istifadə etdiyini bildirib. Pənahda öyrətdiyi əmələ görə peşman olduğunu da məhkəmədə etiraf edib. Zərər çəkmiş isə məhkəmədən Pənaha mümkün olan ən yüngül cəzanın təyin edilməsini xahiş edib.